Prezident İlham Əliyev Azərbaycanla Surinam, Qvineya-Bissau və Bəhreyn Krallığı arasında diplomatik pasport sahiblərinin vizadan azad edilməsini nəzərdə tutan sazişlərin təsdiqi haqqında qanunlar imzalayıb. Qanunlara əsasən 22 sentyabr 2025-ci il tarixində Nyu-York şəhərində imzalanmış Azərbaycan Respublikası hökuməti ilə Surinam Respublikası hökuməti arasında diplomatik və xidmət pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında saziş 23 sentyabr 2025-ci il tarixində Nyu-Yorkda imzalanmış Azərbaycan Respublikası hökuməti ilə Qvineya-Bissau Respublikası hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında saziş 25 sentyabr 2025-ci il tarixində Nyu-Yorkda imzalanmış Azərbaycan Respublikası hökuməti ilə Bəhreyn Krallığı hökuməti arasında diplomatik pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında saziş təsdiq edilib. Qeyd edək ki, bu sazişlər diplomatik münasibətlərin genişləndirilməsinə və qarşılıqlı əməkdaşlığın inkişafına xidmət edir. Dilbəri Vüqar qızı, Bölgə TV.